Çok sağ olun, teşekkür ederim. Ne yaxşı varsınız. Allah sizi korusun. Teşekkür ederim. Ne güzel, ne güzel. Vallahi. Deməli bu Bakıda çəkilib. Gedirdik, deməli gördüm papaqçı var burada, papaq satır. Dedim, hə bunu neçə satsam, bunu dedi 200 manata, 300 manata. Dedim, hər yetənə verirsənmi? Elə bunun başımın papaq dedi. Bu dedi 200 manat, 250 manatdım, 200 manatlıq papaqdım. Dedim yox bu. Bu deyil yox, bu o papaq deyil. Deməli dedi ki, dedim hər adama papaq verirsən sən. Papaq kişilər geyinər. Hər adama papaq vermə ginən. Hər yolla ötənə papaq satma ginən. Elə pula görə adam kişi olmur sən. Hə. Dedim gəldim, bunu geyindim. Gəldim, evet dedi, niyə papaq bəsən geymirsən? Dedim, Qarabağ alınmayınca mən papaq geyməyəcəyim. Qarabağ alınmayınca mən papaq geyməyəcəyim. Bir də gördüm, mənim bir dostum, bax bu papaqdan birini belə tikdirib, general papaq tikdirmişəm sənə. Dedim, sağ ol, Qarabağ alınıb. Biri dedi ki, sana papaq tikdirirəm. Dedim, hə, Qarabağ yarımçıq alınıb, yarımçıq papaqdır. Bax, buradan keyf qalmalacaq. Özdə belə, kar içini bir əhli dərdə. O da iki papağım var. Biri hələ onu qoyuram, hələ bunu qoymuram başıma. Allah sizi qorusun. Nə yaxşı varsınız. Nə gözəl çəkmisən. Məndən o qəşəkdir. Vallahi Allah sizi qorusun. Nə yaxşı varsınız. Bir film var bizə. Həsən Məmmədov deyir, əlinin papağını vəli qoysa başına, bir qurunun oduna yandı neçə yaşınız. Baho, Mirzə Səfər. Əlinin papağını vəli qoysa başına, bir qurunun oduna yandı neçə yaşımız. Papaq nədir dedilər, təki məcməylərdə, papaq kimi tikəlsin pulovumuz, aşımız. Papaq nədir? O bizim atamız, qardaşımız. Fələyin qapazından papaq getsə xirtdəyə, vay o gündən papağı dikəltməyə başımız. Baş qurbandır papağa, papaq başdan ucadır, sağ ikən papağımız, öləndə başdaşımız. Çox gözəl çəki var, nə qəribə də, bu dəryasan, dərya, valla, Allah qorusun. Belə rəssam oladan millət ölər məni yıxılır. Tələbələr də yetişdirir ha? Bəli, o da var. Yetişdirməlidir. Bu, elə belə deyil, nə qədər dəqiq, incə şeylər yazır. Rəşmən, bunu siz iş yerinizə yoxsa evdə asacaqsınız? O hardan desə, evdə. Evdə olmalı, gözün qabağında. Harada istəyirsiniz? Qorxuram bunu görə arvad təzdən məni sevərək. Qoşalı var da. Rəşmən, çox əzəmətlidir həqiqətən. Çox gözəl, Allah çox. Bunu papağı uzadı hardan tapdılar, hə bunlar. Qoyur həqiqətən. Sən çox sağ ol ki, sən... Çox sağ olmuşsan, nə yaxşı varsan. Fotodan bu yaxşıdır, Allah'ım. Əlbəttə, rəsm ayrı bir şeydir. Bir var foton böyləsə, bir var... Bütün cizgilərim oradadır. Gözəl. Sağ olun, Allah qorusun. Sənə də sağ ol deyirəm. Xoşdur. Bu mənim üçün çox böyük... Sürpriz oldu, hə? Şəkil də çəkəyim, belə. Belə diyanım. Allah sizi qorusun, nə yaxşı varsınız. Tənk. Hər kəsin öz sənəti var. Bəli, bəli.